Salam dostlar, hər vaxtınız xeyirli uğurlu olsun. Qeyd olunan sualların izahını paylaşırıq. Birinci sual belə idi. Düzbucaqlı koordinat sistemində oturacağı BC olan ABC bərabər yanlı üçbucağı verilmişdir. A 6, 8 və B 0, 0 və C nöqtəsi absis oxu üzərində olarsa, bu üçbucağın sahəsini tapın. Deməli, burada koordinat sistemindən getdiyinə görə söhbət, mən düzbucaqlı koordinat sistemini qurmağa çalışacağım. Aha. Bu bizim düzbucaqlı koordinat sistemimiz. Bilirsiniz, bu x oxudur, bu y oxudur. Deyir ki, baxın burada oturacağı BC-dir və ABC bərabər yanlı üçbucaq verilib. A nöqtəsi 6, 8-dir. Yəni x-i 6-dır, y-i 8. Deyək ki, bu nöqtə A nöqtəsidir. Bunun x-i, bu hissə 6-dır, y-i isə bu hissə 8-dir. Bu qırıq-qırıq xəttləri çəkməyə də bilərik. Bu sizi ola bilər çaşdırar. Aha. Deməli, bu nöqtə 6-dır, burada 8-dir. Sonra A nöqtəsini qurduq. B nöqtəsi 0, 0-dır. Bu nöqtədir, B. İstəyirsiniz bunları qırmızı rənglə göstərim, üçbucağın təpə nöqtələri olacaq. Aha. A, B və C nöqtəsi absis oxu üzərindədir. C nöqtəsi, deməli, bu qırmızı xəttin üzərində seçməliyəm. Düz üzərində seçməliyik, ha. İndi, burada bizim müxtəlif yerlərimiz var. Biz harada seçməliyik, onu bilmək üçün müraciət edirik digər məlumatlara. Baxın, mən C nöqtəsini burada da seçə bilərəm, burada da seçə bilərəm, burada da seçə bilərəm. Bəs yaxşı, harada seçəcəm? Bunun mənə o bərabər yanlı üçbucaq məsələsi var. Bax, o hissə oturacağı BC-dir və bərabər yanlı üçbucaqdır. Uşaqlar, C nöqtəsini mən əgər burada götürsəm, C-ni burada götürsəm, mənim bərabər yanlı üçbucaq yaratmağım biraz çətinləşir. C nöqtəsini mən düşünürəm ki, 6 və B-nin arasında da seçsəm burada, bərabər yanlı üçbucaq düzəltməyim çətinləşir. Yəni, bərabər yanlı üçbucaq düzəlmir. C nöqtəsi 6-nın sağına düşünürəm və necə düşünürəm? Düşünürəm ki, mənim bir xəttim belə var, düzdür? Bir xəttim də belə gəlməlidir. Burada bir C-ni qeyd eləyib, C-ni və aynı anda C-ni birləşdirirəm. Olur nə? Üçbucaq. Hansı üçbucaq? Bərabər yanlı üçbucaq. Mən AB tərəfini, baxın, AB tərəfini hesablaya bilərəm. Bəli. Necə? Baxın, burada yaşıl rəngdən istifadə eləyərəm. Bu hissə 6-dır. Düzdür? Bu xəttin uzunluğu 6-dır. Bu xətt də 8-dir. Və mən bu 8-i bura köçürürəm. 8. Və bu hündürlük olur da, bilirsiniz. 6, 8. Bura 6-dır, burada 8-dir. Onda AB hipotenuz olur. AB bərabərdir. Kökün altında. Pifagor teoremini tətbiq eləsək, 6-ın kvadratı plus 8-in kvadratı eləyir kökün altında 100 və buradan da 10 çıxır. Deməli, bura 10-dur. Onda AC də 10-dur. Niyə? Bərabər yanlı üçbucaq olduğuna görə. Bəs yaxşı, bərabər yanlı üçbucaqda təpədən endirilmiş hündürlük haqqında nə deyə bilərəm? Hündürlük oturacağı yarıya bölür. Bu hissə 6-dırsa, onda digər hissə, baxın, bu hissə də 6-dır. Deməli, BC oturacağı olur 12. BC oturacağı 12. Hündürlük olur 6. Və bu üçbucağın sahəsini tapmaq üçün 6 vur 12 böl 2. Neçə eləyir? 72 böl 2, bu da 36 eləyir. Cavab olur 36. Keçdik növbəti sualımıza. Deyir, ABCD paralelogramında AF və BY tənbölənləri çəkilmişdir. Mən öncəliklə paralelogramı çəkmək istəyirəm. Aha. Və paralelogramın 2 dənə nəyini çəkibdir? Tənbölənini çəkibdir. Bir dəqiqə, bunu necə çəkək?
Aha. Çəkdik paralleloqramın tam bölənlərini. Və mən görürsüz şəkildə heç nə verməyib, sadəcə deyir AF və BY tam bölənləri çəkir. Evlatlar, əgər tam bölənlər çəkilibsə, mütləq bura xətlər qoyun, nə bilim alfa, alfa, beta, beta yazın. Çünki bunlar sizə baxın, buna beta yazaq, buna da beta yazaq. Bunlar sizin məsələni görmənizi asanlaşdıracaq. Dəqiqə. Aha, bura oldu. Uy. Bura oldu beta. Aha, все. İndi baxın evlatlar. Bu tam böləndir. Paralleloqramın tərəfləri isə nə baş verir? Paralleloqramın tərəfləri paraleldir, qarşı tərəfləri. Bax bu aşağıki alfa görürsüz? Bax köçür bura. Niyə? Çünki bu xəttlər paraleldir. İki paralel düz xətt və kəsən. Bax bu da kəsəndir. Düzdür? Kəsənin əmələ gətirdiyi daxili çarpaz. Bura alfa keçir. Bu aşağı betadırsa, bax bu aşağının betası. O da bura köçür. Beta. Bura 3 verir. Bura 2 verir. Düzdür? İndi baxın. Mən burada nə görürəm? Burada 2 dənə bərabər yanlış bucaq görürəm. O üç bucağım hansıdır? Mən onu sizə göstərmək üçün. Baxın, bu xətti müvəqqəti olaraq silirəm. Bax. İndi baxırsınızmı? Bu xətt belə deyək də, bura qoy hərfləri düzək. Y. Burada F var idi. Bura S. B. A nöqtəsi. D nöqtəsi. Aha. Baxın. YS ilə BS eynidir. YS 5-dirsə, burada 5-dir. Onda mən bilirəm ki, paralleloqramın qarşı tərəfləri avtomatik bərabər olur. Və mən bu xətti çəkəndə, indi bax. İndi də bu hissəni silirəm. Burada da bax, bura alfadır da, bilirsiniz, bayaq yazmışdıq. Burada da yenə bərabər yanlış bucaq yaranır. DA 5-dirsə, DF də 5 olmalıdır. 3'ü var, bura 2 çatmır. Və bu xətti də bərpa etsək, baxın. Deməli, bu tərəf DS tərəfi. 2, 3, 2. Cəmi neçə eləyir? 7. Onda burada 7 yazıram. Və mənə deyir, paralleloqramın perimetrini tap. P bərabərdir. 2 vurulsun. Paralleloqramın bir tərəfi 5'dir. Bir tərəfi isə 7'dir. Bunları toplayıb 2'yə vururam. 2 vurulmuş 12. Bu da eləyir 24. Keçirik növbəti suala. Bu ən gözəl sualdır. Kök altında 20 çıxılsın x kubu. Üstə gələk. Kök altında 14 çıxaq x kubu. Bərabərdir 4. Yazdıq. Və aşağıda da 20 çıxaq x kubu. Üstə çıxaq. Kökün altında 14 çıxaq x-in kubu. Bunu deyir tap. Uşaqlar, belə suallarda mən adətən siz nə edirəm? Bura bərabərdir, bir dənə hərf yazıram, m dəyişən. Və yazıram ki, m bərabərdir sual. Bu m bərabərdir sualı ona görə yazıram ki, sonda nə axtardığımı biləm, çaşqınlıq yaşamayam. Və nə edirəm mən bunları? Tərəf-tərəfə vururam. Baxın belə. Kökün altında 20 çıx x kubu. Üstə gələk. Kökün altında 14 çıx x kubu. Bunu vururam. Kökün altında 20 üstə gəl x. Oy, səhv yazdım. 20 çıxaq x kubu. Çıxaq. Kökün altında 14 çıxaq x kubu. Bunları vururam. Onda bərabərliyin sağını da vurmalıyam. 4'ü də vuracam m-ə. Və uşaqlar, mən bunları vuranda artıq görürəm ki, eyni ifadələrin cəmi ilə fərqinin hasilidir. Muxtəsər vurma düsturuna əsasən kvadratlar fərqi düsturuna. Yadınızdadır da yəqin a kvadrat çıx b kvadratı bərabərdir. A çıx b, bir də a plus b. Bax, bu düstura əsasən görürsünüz, burada cəmidir, burada da fərqidir eyni ifadələrin. Onda birincinin kvadratı,
Yəni kök altında 20 çıx x-in kubu, bax bunun kvadratı. Çıxaq o birisinin kvadratı. 14 çıx x kubunun kvadratı bərabərdir 4m-ə. Bu kvadratlarla köklər gedir. Aha, qalır burada nə? 20 çıx x kubu çıxaq. Bax bunu mötərizədə yazmağınızı məsləhət görürəm, çünki işarə çevrilməsi baş verəcək. Ümumiyyətcə çoxhədlilərin çalışın həmişə toplanmasını yazmasaz da olar, amma çoxhədlilərin çıxılmasını mütləq həmişə mötərizədə yazın. 14 çıxaq x kubu bərabərdir 4m-ə. 20 çıxılsın x kubu, çıxaq işarələr dəyişir. 14 üstəgəl x kubu bərabərdir 4m-ə. Burada x kubları getdi. 20-dən 14 çıxıram 6 qalır. 4m-ə. Buradan da alınır ki m bərabər 6-nı bölürəm 4-ə, o da eləyir 1,5. Mənə lazım idi m. Yəni bax bu ifadələrin fərqinin cavabı. Tapdıq. Və keçirik növbəti suala. Bu da gözəl suallardandır. 4 bölünmüş 5 vur 2 vur 4 üstə gələk. 4 bölünmüş 5 vur 4 vur 6 üstə gələk. 4 bölünmüş 5 vur 6 vur 8 üstə gələk. 4 bölünmüş 5 vur 8 vur 10 bərabərdir. Evlatlar nə edirik? Baxıram hər birinin məxrəcində 5 vuruğu var, bir dənə də 4 vuruğu var. Düzdür? Onda surətdəki 4 ilə məxrəcdəki 5-i çıxardıram ortaq vuruq kimi. Qalır nə? 1 bölək 2 vuraq 4 üstə gələk. 1 bölək 4 vuraq 6 üstə gələk. 1 bölək 6 vuraq 8 üstə gələk. 1 bölək 8 vuraq 10. Bu da bilirsiniz artıq buna zəncirvari kəsir deyirik, amma sonludur da. Yəni sonsuz olanlar əslində zəncirvari kəsirlər başqadır. Bu kəsirlər necə həll olunur? 5-də 4 ilə işimiz yoxdur. Bu kəsirləri nə edirik? Deməli, birincinin məxrəci ilə sonuncunun məxrəci, yəni kənarları vururuq bir-birinə. Və surətləri də toplayırıq. Toplaya da bilərsiniz, birini yazıb sayına vura da bilərsiniz. Bu qaydada. Bu da 5-də 4 vurulsun. Bu eləyir 20-də 4. Bu da ixtisar gedəndə burada nə qalır? 5 qalır. Cavab olur 25-də 4. Belə dostlar, sağ olun, Allaha əmanət olun. İnşallah növbəti qeyd olunan sualların izahında görüşərik.